Salam, hörmətli abituriyentlər. Azərbaycan 1960-80-ci illərdə bu dövrlər Heydər Əliyevin və Kamran Bağırovun dövrüdür. Heydər Əliyevin dövründə, yəni 69-cu ildən 82-ci ilə qədər nə kimi yeniliklər olur Azərbaycanda? Azərbaycan 2000 hektar ərazisinin Ermənistana verilməsi haqqında qərar həyata keçmir. Heydər Əliyev buna mane olur. Respublikada idarəçilik gücləndirilir, kadr dəyişikliyi olur, rüşvətxorluq, sui-istifadə halları, korrupsiyaya qarşı mübarizə aparılır. 1971-də Kür su kəməri çəkilir Bakıya, yeni mikrorayonlar və qəsəbələr salınır. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyəti başlayır. 77-ci ildə Nizami Gəncəvinin irsinin öyrənilməsi nə qərar verilir. 75-də məişət kondisionerləri zavodu tikilir. Həmçinin 77-ci ildə Şuşa tarixi memarlıq qoruğu elan edilir. 1982-ci ildə Molla Pənah Vaqifin məqbərəsi ucaldılır Şuşada. Kəlbəcərin Ermənistan və Azərbaycan arasında bölüşdürülməsinin qarşısı alınır. 77-ci ildə olub bu hadisə. Azərbaycan SSR 3-cü konstitusiyasını qəbul edir 1978-ci ildə. Azərbaycan dilinin dövlət dili olması barədə maddə saxlanılır. 1978-ci ildə Bakı şəhərinin 2-ci Dünya müharibəsindəki rolunun SSR rəhbərliyi tərəfindən etiraf edilməsinə nail olur Heydər Əliyev. Bildiyimiz kimi 2-ci Dünya müharibəsində Bakı SSR-nin neftinə təmin edirdi, amma buna baxmayaraq şəhərə qəhrəman şəhər adı verilməmişdi. Lenin ordeni ilə təltif edilir Bakı. 79-cu ildə isə Ağdam-Xan kəndi dəmir yolu çəkilir. 82-ci ildə Heydər Əliyev daha yüksək vəzifəyə gedir Moskvaya və onun yerinə Kamran Bağırov təyin olunur vəzifəyə. 1983-cü ildə Qrozno-Bakı neft kəməri istifadəyə verilir. Neft hasilatı sabitləşdirilir. Azərbaycanın Xəzər sektorunda geniş geoloji kəşfiyyat işləri aparılır neftlə bağlı. 85-ci ildə alkoqolizmə qarşı mübarizə adlı üzümçülüyün ləğvinə başlanılır ki, bu da Qarbaçovun fəaliyyəti idi. 86-cı ildə Bakıda dərin özüllər zavodu fəaliyyətə başlayır və Yevlax-Balakən dəmir yolu çəkilir ki, bununla da Azərbaycanın şimal-qərbi Bakı-Tiflis dəmir yolu xətti ilə birləşir. 1985-ci ildə SSR-də Mixail Qarbaçov hakimiyyətə gəlmişdi və 87-ci ildən aşkarlıq, sürətləndirmə və demokratikləşdirmə xəttini özündə birləşdirən Yenidən Qurmalar adlı islahatlar paketini başladır. Təbii ki, bu siyasət nəticəsində işsizlik problemi yaranır, insanların iqtisadi durumu aşağı düşür, SSR-in iflası sürətlənir. Bunların qarşısını almaqda sonra çox çətin olur. Və hökumət SSR-nin dağılmasının qarşısını almaq üçün ayrı-ayrı nöqtələrdə milli və dini zəmində qırğınlar törədir və milli münaqişə ocaqlarını yaradırdı ki, belə münaqişə ocaqlarından biri də Qarabağ idi.